خیلی ممنون. نظر خدا بیامرزه. بچه همه خوب بریزه. همه ردی وصله. کی غربت دارن انشالله. داره ana. Salam Hacı. Salam aleyküm, hər vaxt. Necəsən? Sağ olasan. Buyur Hacı, bu gün hara gəlibsən? Bu günlər Tanış mən söylə görə. Gəlmişəm Mazandırandayam. Gəlmişəm Babur şəhərində İmam Əli Həbibinin Mazandıran fərənginin 40 münasibətilə iştirak edim məclisdə. İndi də mən Babura gəlmişəm, çünki bildiyimiz kimi Mazandıran fərəngi Babulda dünyaya gəlib, anadan olurdu. Biz hal-hazırda dayandığımız bu yer Mazandıran fərənginin anadan olduğu evdir. Bu evdə Mazandıran fərəngi dünyaya gəlibdir. Dünyaya gəldi. Mazandıran fərənginin atası Bərrarcan olub atası. Bərrarcan olub atası. Anasının adı Seyyid Fatıma olub. Bu evdə anadan olduğu taxtın nömrəsi 991. Həbib Pəhlivanın 94 ildən qabaq. 94 il bundan qabaq. Həbib Pəhlivan 94 yaşında dünyasını dəyişib və bu evdə, bu ocaqda anadan olubdur. 6 yaşınacan elə bil ki, burada olub. 6 yaşı necə burada yaşayıb, 12 yaşında Nəssaciyə gedibdi. Yəni ki, toxuculuğa, toxuma. Hacı deyir ki, uşaqlığında ahəngərliğə gedib, nəccarlığa gedib, sonra dəmirçiliyə gedibdi. Bəli. İnşallah. Sağ ol. Sağ ol.